Axşamınız xeyir olsun dostlar. İndi biz Samsung Qanad Neo rot yükləyəcəyik və rot yükləyəndən sonra Wi-Fi bir dəqiqə bağışlayın. Wi-Fi VPS Connect üzr istəyirəm, səhv dedim. VPS Connect yükləyəcəyik. Yəni bu 100% Wi-Fi qırır, milyon faiz qırandır. İndi biz giririk birinci Plan Marketə. Üzr istəyirəm. Buraya yazırıq rot. Sadəcə rot. Bu telefonlarda gəlir. İkinci. Mən yükləmişəm rotu. Ona görə belə bir şeydir. Bu gəlir, bunu yüklüyorsunuz. Bundan çıxaq. Bundan çıxdıq və ikinci 360 rotu yüklüyük. Bu ancaq Samsung Qanad Neo'lar üçündür. Bilmirəm, yoxlamamışam. Bəlkə Samsunglarda açar başqalarında, amma bilən bu ancaq Samsung Qanad Neo üçündür. 90-60 neçə belə. Dəqiq yadımdan çıxıb biraz üzr istəyirəm. Belə sizin üçün girək bir dənə baxaq. Telefon haqqında 90-60'lar üçündür. Bunlar və necə deyim? 90-60 Qanad Neo. Bundan başqa telefonlara gələn deyil. Mən bundan yoxlamışam. Sözümün canı, girik Google-a. Ben sizin üçün deyirəm. Yəni kimin evində Wi-Fi yoxdursa girə bilər. Elə girən kimi rot 360 yazırıq, birinci gəlir. Basaq bunun üstünə. Yəni sizin üçün deyirəm. Bunu basırıq dostlar. Bunu basdıktan sonra buradan yüklənmə gəlir. Yüklüyürük. Çıxaq. Yükləyəndən sonra bunu qeydiyyatdan keçirik 360'ın. Qeydiyyatdan keçdik. Girir bura. Buraya girdik. Bunun üstünə basırıq. Sizə belə gəlməyəcəkdir. Sizə birinci belə yəni Samsung'un 90-60'ın belə yazısı gələcək. Onun üstünə basarsınız. Bir uzağı 5 dəqiqə fırlanacaq belə. Sonra belə bir şey gələcək. Sizin telefonunuzu açsa belə bir şey gələcək. Bunun üstünə basırıq. Belə fırlanır. Bu əgər qırmızı olsa bilin ki rot işləmir. Yaşıl da olsa işləyir. Və mənim telefonumda rot aktivdir. Çox sağ olun. Hələlik.